Ailədə boşanmalara, problemlərə səbəb olan həlledici amil nə maddiyyatdır, nə də başqa bir şey. Əsas amil budur: anlaşılmazlıq. Anlaşılmazlığın təməli də hörmətsizlikdən qaynaqlanır. Hörmətsizlik də eqoistlikdən qaynaqlanır. Bir kişi və ya qadın evləndiyi zaman əgər düşünürsə ki, qarşı tərəf onu xoşbəxt edəcəkdir, bəri başdan xoşbəxtlikdən əlini üzməlidir. Çünki kimsə kimisə xoşbəxt edə bilməz. Hətta Allah da insanı xoşbəxt edə bilməz, əgər insan özü istəmirsə və çalışmırsa. Doğrudur, hər boşanmayan ailə də xoşbəxtdir demək olmaz. Çünki qohum evliliyi, maddi asılılıq, mentalitet, el qınağı kimi faktorlar boşanmanı süni şəkildə əngəlləyir. Və bəzən boşanmayanların münasibəti boşananlardan qat-qat betər olur. Lakin ümumilikdə ailə və sevgi münasibətlərində təvəzzökarlıq birinci amildir. Və təvəzzökar insan da özündən gözləntisi yüksək, qarşı tərəfdən gözləntisi az olan birisidir. Əziz insanlar, hörmətli subaylar və evlilər, bilməlisiniz ki, ağ atlı oğlan ya da mələk real həyatda olmur. Romanlar, filmlər real həyatla uzlaşmaya bilər. Birdən-birə çalışmadan yalnız obrazlar xoşbəxt ola bilər. Çox sevdiyiniz və təsirləndiyiniz Titanik və bu kimi filmlər yalnız filmdir. Real həyatda o obrazlar tez-tez boşanıb stressdən boğulurlar, egoist olduqları üçün.